Badamlarda birinci massivdə Kupçalı həyət evi axtaran müştərilərimizin nəzərinə hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bu gün Badamlarda birinci massivdə DTX Hospitalının 800 metrlik məsafədə Elmi Tədqiqat İnstitutunun yanında belə bir gözəl Kupçalı həyət evimiz satışa çıxdı. Ümumi sahəsi 3 sotdur. Bura giriş hissəsi, ümumi olan həyət. Qeyd edim ki, yeraltı su çənində mövcuddur. Bağ hissəsi. Buradan evin arxasında belə bir həyət hissəsi də var. Qeyd edim ki, ev ümumilikdə qoşa daşla tikilib, mərtəbə aralıqları monolitdir. Keçək evimizin daxili hissəsi ilə yaxından tanış olaq. Bura giriş hissə. 2 mərtəbəli evdir. Ümumi sahəsi 200 kvadrat metrdir. Bura girişin ümumi olan hol hissəsi. Solda keçidirik geniş olan qonaq otağı hissəsinə. Qonaq otağının ölçüləri kifayət qədər yaxşıdır. Təmiri qaydasındadır. Ümumi görüntüsü qonaq otağının 3 pəncərəsi var. Buradan keçidirik mətbəximizə. Mətbəx mebeli yığılıb, bütün texniki avadanlıqlar quraşdırılıb. Mətbəxin də ölçüləri kifayət qədər yaxşıdır. Mətbəxin pəncərəsi həyət istiqamətində baxır. Və birinci mərtəbədə yerləşən hamam sanuzel hissəsi evimizin. Buranın da ölçüləri kifayət qədər yaxşıdır. Qeyd edim ki, həyət evimiz Kupçalıdır. Çox yaxşı qiymətə təklif olunur. Bütün hol hissəsi parketdir. Ümumilikdə ikinci mərtəbədə 4 yataq otağı var. Keçən yataq otaqları ilə bir-bir tanış olaq. Bura birinci yataq otağı. Ümumi görüntüsü. Keçidirik ikinci yataq otağına. Və digər 2 yataq otağı. Bura 4-cü yataq otağı. Bu yataq otağında ölçüləri kifayət qədər yaxşıdır. Sonda qeyd edim ki, evimizin sənədi Kupçadır. Evimiz kimə maraqlı olsa buyurub səhifədəki nömrə ilə əlaqə saxlaya bilər. İzlədiyiniz üçün təşəkkürlər.